Polşanın Qdansk şəhəri. Gəlin bu gün Polşanın Qdansk şəhərindən danışaq. Qdansk şəhəri Baltik dənizinin sahilində yerləşir. Şəhərdə təxminən yarım milyon insan yaşayır. Qdansk şəhərinin təməli 10-cu əsrdə qurulubdur. Orta əsrlərin ən zəngin ticarət şəhərlərindən biri olubdur. Bu şəhərdə dəniz vasitəsilə ticarət aparılıbdır. Qdansk şəhəri 2 Dünya müharibəsi zamanı demək olar ki, tamamilə dağılıbdır. Lakin şəhər müharibədən sonra bərpa edilibdir. 1980-ci illərdə Qdansk gəmiqayırma zavodunda həmrəylik fəhlə hərəkatı yaradılıbdır. Həmin hərəkətin lideri Lech Valensa olub. Bu hərəkət kommunizmə qarşı idi. Qdansk Polşanın ən güclü iqtisadiyyat mərkəzlərindən biridir. Qdansk limanı Baltik dənizinin ən böyük limanlarından biridir. Avropa-Asiya ticarət yolunun strateji mövqeyini daşıyır. Qdanskda həm də Polşanın ən böyük neft zavodlarından biri yerləşir. Qdanskın sənayesi isə gəmiqayırma, neft emalı, kimya və enerji sənayesi, metallurgiya və s. Qdansk şəhəri yay turizm mövsümlərində çox aktiv olur. Qdansk şəhərində həm də aeroport yerləşir. Ümumiyyətlə Qdanskın nəqliyyatı çox yaxşı inkişaf edib. İstər qatarları olsun, istər təyyarələri olsun, istər avtobusları. Bir sözlə Qdansk dənizin qoynunda gələcəyə baxan bir şəhərdir. Bax belə, sonda sizdən təzə açılan Telegram kanalına abunə olmağı xahiş edirdim. Telegram kanalının adı Dünya Quruluşu 24-dür. TikTok səhifəmdə var.